Salam dostlar, hamınıza xoş gördük. Dərslərimiz davam edir. Deməli dostlar, bu gün arqumentasiya bölümünə daxil olduq. Bu bölüm olduqca önəmlidir. Nəyə görə önəmlidir? Çünki biz hansısa bir məsələni araşdırarkən, hansısa bir məsələni müzakirə edərkən mütləq arqument qururuq. Çünki bir nəticəyə çatmaq üçün biz arqument qurmalıyıq. Yəni müqəddimələr və o müqəddimələrdən meydana gələn nəticə. Bunun əsasında biz hansısa bir fikri əsaslandırırıq, qəbul edirik və ya inkar edirik. Deməli, arqumentasiya bizim həyatımızın, düşüncə sistemimizin ayrılmaz bir parçasıdır. Arqumentasiya olmadan insan hansısa bir fikir əsaslandıra bilməz. Burada bizim üzərimizə düşən nədir? Biz doğru arqumenti necə qurulmalıdır, doğru arqumentasiya necə qurulmalıdır? Biz buna fikir verməliyik. Məntiq elmində əsas funksiyalarından biri budur. Bizə öyrədir ki, biz necə düzgün arqumentasiya qura bilək. Arqumentləri necə düzgün istifadə edək, necə düzgün arqumentlərdən istifadə edək ki, o arqumentlərdən meydana gələn nəticə də doğru olsun. Çünki istifadə etdiyimiz arqumentlərlə o arqumentlərdən meydana gələn nəticə arasında bir səbəb-nəticə əlaqəsi var, bir zərurət əlaqəsi var. Əgər qurduğumuz arqumentlər doğrudursa, meydana gələn nəticə də doğru olacaq. Əgər yanlışdırsa, deməli nəticə də yanlış olacaq. Ona görə bu bölüm olduqca önəmlidir. Buna xüsusi fikir vermək lazımdır. Müəllif burada arqumentasiyanın iki növünü qeyd edir. Qiyas ki, buna deduksiya deyirik. İkinci istiqra ki, buna da induksiya deyirik. Müəllif sadəcə bu iki növü müzakirə edəcək. Birinci gəlik qiyasa. Qiyas, yəni deduksiya dediyimiz şey nədir? Müəllifin verdiyi tərif belədir. Qiyas bir neçə qəziyyədən, hökmdən ibarətdir ki, bu hökmlər sabit olanda ondan müəyyən bir nəticə meydana gəlir ki, o nəticə də sabit olmalıdır. Deməli, qiyas dediyimiz şey, deduksiya dediyimiz şey bir sıra müqəddimələrdən ibarətdir ki, o müqəddimələr səhih olanda, o müqəddimələr doğru olanda və şərtlər də yerinə yetirilmiş olanda oradan meydana gələn nəticə də nə olacaq? Səhih olacaq. İndi bunun əksini təsəvvür eləyək. Əgər istifadə etdiyimiz müqəddimələr səhih olmasa, doğru olmasa və şərtlər yerinə yetirilmiş olmasa, deməli orada meydana gələn nəticə də nə olacaq? Yanlış olacaq. Deməli, deduksiya nədir? Deduksiya budur ki, biz bir neçə müqəddimədən istifadə edirik. Əgər o müqəddimələr özlüyündə səhih olsa və şərtlər də yerinə yetirilmiş olsa, oradan meydana gələn nəticə də nə olacaq? Birincisi, o müəyyən bir nəticə meydana gətirəcək və o meydana gələn nəticə də səhih olmuş olacaq. Baxın, burada müəllif sadə bir misal çəkir. Arqumentasiya dediyimiz şey nədir? Arqumentasiya dediyimiz şey budur ki, müqəddimələrdən istifadə edirik və o müqəddimələr bizi bir nəticəyə aparır. Məsələn, müəllifin istifadə etdiyi müqəddimələrə və nəticəyə baxaq. Birinci müqəddimə, Casim Qatariyyun. Casim Qətərlidir. İkinci müqəddimə, Kullu Qatariyyin qani. Bütün Qətərlilər zəngindir. Nəticə, Casim qani. Casim nədir? Zəngindir. Baxın, burada iki dənə müqəddimədən istifadə edirik. Birinci müqəddimə, Casim Qətərlidir. İkinci müqəddimə, bütün Qətərlilər zəngindir. Və bu iki müqəddimənin meydana gətirdiyi nəticə nədir? Casim zəngindir. Dostlar, burada müəllif də qeyd edib, 3 dənə hədd var. Kiçik hədd, orta hədd, böyük hədd. Kiçik hədd hansıdır burada? Casim. Baxın, birinci müqəddimədə biz nə dedik? Casim Qətərlidir. Burada Casim kiçik müqəddimədir. Sonra ikinci müqəddimədə dedik, bütün Qətərlilər zəngindir. Bütün Qətərlilər zəngindir. Bu zənginlik nədir? Böyük hədddir. Və burada bir dənə də orta hədd var. Orta hədd nədir? Orta hədd Casimlə zənginliyi birləşdirən sözdür. O da Qətərli sözüdür. Çünki dedik, Casim Qətərlidir. Görürsünüz, Qətərli sözü keçdimi birinci müqəddimədə? Keçdi. Gəlir ikinci müqəddimə. Bütün Qətərlilər zəngindir. Qətərli sözü yenə keçdi? Keçdi. Nəticə nə oldu? Birinci müqəddimədəki Casim sözündən, ikinci müqəddimədəki zəngin sözünü bu Qətərli sözü bir-birindən birləşdirdi. Oldu Casim nədir? Zəngindir. Və bunun birinci müqəddimənin bir adı kiçik müqəddimə, buna kiçik müqəddimə də deyilir. Nəyə görə? Çünki birinci müqəddimədə biz nə dedik? Casim Qətərlidir. Burada fərddən söhbət gedir. Ona görə bu kiçik müqəddimədir. Amma ikinci müqəddimədə hökm ümumi olduğu üçün bütün Qətərlilər deyilir. Baxın, bütün Qətərlilər.
bütün qətərlər zəngindir. Burada hökm ümumi olduğu üçün buna böyük müqəddimə deyirik. Amma bu müqəddimələrdə keçən o hissələr ki var, casim, bu kiçik həddi, qətərli, orta həddi, zəngin, böyük həddi. Baxın, bu orta həddin qətərli ki, hansı ki birinci və ikinci müqəddimədə təkrarlanıb. Deməli, orta hədd nədir? Orta hədd budur ki, o sözdür ki, həm kiçik müqəddimədə təkrarlanır, yəni birinci müqəddimədə, həm ikinci müqəddimədə təkrarlanır. Casim qətərlidir, bütün qətərlilər zəngindir. Hər iki müqəddimədə hansı söz təkrarlandı? Qətərli sözü. Niyə? Çünki qətərli sözünün orta həddin funksiyası birinci müqəddimə ilə ikinci müqəddiməni bir-birinə birləşdirib onlardan nəticə meydana gətirməkdir. Burada nə nəticəyə gəlir? Burada bu nəticəyə gəlir ki, orta hədd hər iki müqəddimədə eyni formada təkrarlanmalı, eyni mənanı ifadə etməlidir. Əgər hər iki müqəddimədə fərqli məna ifadə etsə, baxmayaraq ki, söz eynidir, nəticə düz olmayacaq. Məsələn, sadə bir misal çəkim. Zeyd ulduzdur, birinci müqəddimə. Bütün ulduzlar səmadadır, ikinci müqəddimə. Ulduzlar hansı ki təkrarlandı hər iki müqəddimədə, bunları çıxsaq, nəticə nə olur? Zeyd səmadadır. Nəticə doğru oldu? Yox. Niyə? Çünki birinci müqəddimədə keçən ulduz sözü ilə ikinci müqəddimədə keçən ulduz sözü eyni mənanı daşımadı. Birinci müqəddimədə ulduz şöhrət mənasındadır, məcazi mənada istifadə olunub. İkinci müqəddimədə keçən ulduz sözü həqiqi mənada istifadə olunub. Deməli, biz doğru nəticəni əldə etmək üçün müqəddimə qurarkən nələrə fikir verməliyik? O orta hədd ki var, həm birinci müqəddimədə təkrarlanır, həm ikinci müqəddimədə və funksiyası da budur ki, kiçik həddlə böyük həddi birləşdirsin. O orta müqəddimə nə olmalıdır? Təkrar olarkən eyni mənanı daşımalıdır. Baxın, eyni mənanı daşımalıdır. Bu önəmlidir. Eyni mənanı. Eyni mənanı daşımasa, bayaq verdiyim nümunədəki kimi nə olacaq? Nəticə də yanlış olacaq. Aydındır. Bu, dostlar, düzgün arqument qurmağın əsas şərtidir. Sonra müəllif burada bir məsələni qeyd edir. Arqument qurarkən müəyyən şərtlər var. Bayaq tərifdə biz nə demişdik? Deməli, deduksiya müəyyən hökmlərdir ki, onlar əgər şərtlər yerinə yetirilsə, o zaman nəticə doğru olacaq. O şərtlər nədir? Müəllif burada 2 dənə şərt deyir. Birinci şərt budur ki, birinci müqəddimə, dedik 2 dənə müqəddimə var. Kiçik müqəddimə, böyük müqəddimə. Birinci müqəddimə təsdiqdə olsun, inkarda olmasın. İkinci müqəddimə nə olsun? Ümumi olsun. Baxın, 2 dənə şərt. Birinci müqəddimə təsdiqdə olmalıdır, inkarda olmamalıdır. İkinci müqəddimə ümumi olmalıdır, fərdi olmamalıdır. Və bu 2 şərti biz müqəddimələrə tətbiq edəndə 4 dənə forma meydana gəlir. Mən o formaları indi qeyd edirəm sadəcə. İzahını gələn dərs verəcəm ki, çünki məlumat bolluğu olanda bəzən çaşqınlıq yarana bilər. Sadəcə deyirəm, izahı gələn dərs. Deməli, birinci müqəddimə təsdiq olmalıdır, ikinci müqəddimə ümumi olmalıdır. Bunları biz müqəddimələrə tətbiq edəndə 4 forma meydana gəlir. Birinci forma, hər iki müqəddimə ümumi olacaq, təsdiqdə olacaq. Müqəddimələrdən biri fərdi təsdiqdə olacaq, digəri ümumi təsdiqdə olacaq. Üçüncü forma, müqəddimələrdən biri, yəni kiçik müqəddimə fərdi təsdiqdə olacaq, yəni fərdi hökm olacaq, amma təsdiqdə olacaq. Zeyd kimi, məsələn, Zeyd fərdidir, ümumi deyil. Amma digər müqəddimə ki, böyük müqəddimədir, o ümumi və inkarda olacaq. Dördüncü forma isə kiçik müqəddimə, birinci müqəddimə ümumi olacaq, təsdiqdə olacaq, amma böyük müqəddimə, yəni ikinci müqəddimə ümumi olacaq, inkarda olacaq. Bu 4 dənə formadır, bunu sadəcə qeyd elədim, bilirəm, indi bunları başa düşmək çətindir. Amma sadəcə adlarını dedim ki, indidən zehninizdə bir anlayış formalaşsın. Gələn dərs inşallah bunların hamısını bir-bir izah edəcək ki, bu şərtləri tətbiq edəndə ki, bu 4 forma meydana gəlir. Bu 4 formanın hər birini misalla izah edəndə artıq mənası aydın olacaq. Ümid edirəm faydalı oldu. İnşallah növbəti dərslərdə görüşənədək.